Deməli, bu gün öyrənirik emosional zəka nəzəriyyəsini. Emosional zəka nəzəriyyəsi Daniel Goleman nəzəriyyəsidir. Deməli, Goleman bu əsəri, belə deyək, emosional zəka haqqında olan fikirlərini 40-dan artıq dilə tərcümə elətdirib. Deməli, burada ilk hissə var. Bu hissəni oxuyarsınız kitabdan. Nə demək istəyir burada? Yəni burada onu demək istəyir ki, Goleman öz həyatında təcrübə eləyir ki, insanların birinin digərinə qarşı olan münasibəti insanların hər birinə yoluxur və belə deyək də əhval-ruhiyyəsinə təsir eləyir. Bir insanın belə deyək yaxşı əhval-ruhiyyədə olmağı digər ətrafdakı insanlara da yaxşı təsir eləyir və belə deyək də hisslər bir-birini keçici xarakter daşıyır. Yəni bir insan yaxşı hiss edirsə özünü və özünü yaxşı hiss edən bir insan digərinə də yaxşı təsir eləyə bilər. Yəni burada verilən ümumi olaraq yazının mənası budur. Deməli, Goleman zəkanı iki hissəyə bölür. Emosional zəka və rasional zəkadan ibarət olduğunu deyir zəkanın. Baxın, emosional zəka və rasional zəkadan ibarət olduğunu deyir. Deməli, rasional zəka nədir? Rasional zəka bizim beynimizdən istifadə eləyərək nələrsə həyata keçirməyimiz, deyək ki, hər hansı bir məsələni eləməyimiz, hər hansı bir tapşırığı yerinə yetirməyimiz, hər hansı bir məsələ ilə bağlı fikirlərimizi irəli sürməyimiz. Bu rasional zəkadan irəli gəlir. Yəni məntiqdən, idrakdan irəli gəlir. Rasional zəkadan irəli gəlir, yəni bu dediklərimiz. Emosional zəka isə adından göründüyü kimi emosiyalarla, hisslərlə bağlıdır. Yəni insanın emosiyalarını, hisslərindən danışır emosional zəka və Goleman emosional zəkanı hətta IQ-dən, yəni rasional zəkadan da üstün tutur. Niyə üstün tutur? Ona görə deyir ki, yəni insan əgər emosional zəkası güclü deyilsə, onun rasional zəkası nə qədər güclü olursa olsun, insan həyatda bir məqsədə nail ola bilməz, bir yerə çata bilməz. Məsələn, belə deyə götürək ki, bəzən müəllimlər olur ki, o müəllimlər da şagirdlər olur ki, şagird çox savadlıdır, həddindən artıq savadlıdır, idrak qabiliyyəti çox yaxşıdır, hər şeyi yaxşı dərk edə bilir. Amma cəmiyyət içərisində bunu heç kim savadlı olduğunu belə deyək, görə bilmir və yaxud da o insanla çox adamın ünsiyyəti yoxdur. Niyə? Çünki həmin insanın emosional zəkası daha zəifdir. Digər insanlarla ünsiyyəti, münasibəti yaxşı deyil. Amma bir deyək ki, şagird var. O şagirdin savadı, idrak səviyyəsi digər şagirddən daha aşağıdır. Amma sosial münasibətləri yaxşı olduğu üçün, digərləri insanların hisslərini daha yaxşı başa düşdüyü üçün, özünü daha yaxşı ifadə etməyə bacardığı üçün, öz hisslərini idarə edə bildiyi üçün onun cəmiyyətdə digərlərindən, digər şagirddən daha üstün səviyyəli intellektə malik bir şəxs kimi görsənir. Yəni Goleman da buna görə deyir ki, emosional zəka insanın həyatda nəyəsə nail olması üçün rasional zəkadan daha üstündür. Yəni bu daha üstün olduğunu vurğulayır. Məsələn, burada Metnlə Pen haqqında olan bir xüsusi hissə var, ona baxa bilərsiniz. Yəni oxuduqda. Metnlə Pen kimdir? Metnlə Pen universiteti bitirirlər. Met daha belə deyək, inamlı, özünə daha belə deyək də təkəbbürlü şəxsdir. Savadı daha çox olsa, daha çox Pen daha çox özündən razıdır. Savadı çox olsa da, daha çox təkəbbürlüdür. Met isə aşağı səviyyəli belə deyək də, ondan idrak səviyyəsi olaraq daha aşağı səviyyəli şəxs olsa da, digər insanlarla daha yaxşı ünsiyyət qurma qabiliyyətinə malikdir. Yəni belə deyək, emosional intellekti daha yaxşı olan şəxsdir. Ona görə Pen getdiyi işlərin hamısından geri dönüş ala bilməsə də, yalnızca bir işdən qəbul olsa da, Met getdiyi bütün işlərin demək olar 90%-dən müsbət geri dönüşlər alır və hamıya Metlə işləmək daha maraqlıdır. Çünki Pen deyək ki, daha təkəbbürlü olduğu üçün, özünü daha yuxarıdan tutduğu üçün və emosional intellekti belə deyək, zəif olduğu üçün ona görə də insanların daha çox işləmək istədiyi şəxs Metdir. Çünki Pendən fərqli olaraq o insanlarla daha yaxşı ünsiyyət saxlama qabiliyyətinə malikdir. Özünü belə deyək də daha yaxşı cəmiyyət içərisində hisslərini idarə edə bilir, digərlərinin hisslərini başa düşə bilir. Belə. Daniel Golemana görə emosiyaların idarə olunması vacibdir. Yəni düzgün idarə etmək vacibdir. Bir insan emosiyalarını mütləq formada düzgün formada idarə etməyə bacarmalıdır və idarə etməyə bacarmaqdan ötürü ilk olaraq öz emosiyalarını dərk etməlidir. Öz emosiyalarını dərk etdikdən sonra özünü motivasiya verməyə bacarmalıdır. Öz emosiyalarına motivasiya verməyə bacarmalıdır. Bundan əlavə başqalarının hisslərini, duyğularını başa düşməlidir və belə deyək də sosial bir mühitdə idarəçi olmağı bacarmalıdır. Yəni sosial münasibətləri idarə etməyə bacarmalıdır. Və bu dediklərindən də görə bilərik ki, Daniel Goleman emosional intellekti 5 dənə hissəyə bölür və Golemana görə emosional intellekt irsiyyətlə ötürülmür. Bu insanın yaşadığı dövr müddətində, yaşadığı həyat müddətində qavranıla bilən, belə deyək, öyrənilə bilən bir bacarıq kimi olduğunu düşünür. Sonra insanın həyatı nə qədər belə deyək də, həyat təcrübəsi nə qədər inkişaf eləyirsə, emosional intellekti də bununla da arta bilər. Bəzi belə deyək, nəzəriyyələr, digər nəzəriyyə müəllifləri bunu müdriklik, şəxsiyyət və temperament, xarakter kimi adlarla əlaqələndirsə də, emosional intellekt adı altında
bizə bunu öyrədən kimdir? Yəni bunu bizə öyrədən emosional intellekt adı altında Golemandır. Golemana görə emosional intellekt insanın digər insanları başa düşməyi, belə deyək də, öz emosiyalarını, hisslərini dərk eləməyidir. Sonra gündəlik həyatımızda emosional intellekt çox vacibdir və emosional intellektlə də rasional zəka, yəni emosional zəka və rasional zəka da bir-birindən çox belə deyək, sıx bağlıdır. Emosional zəkası, emosional intellekti daha güclü olan şəxslərin sondakı nəticələri də daha yuxarı olur. Belə, bu emosional intellektlə bağlı ümumi giriş hissə. İndi gələk bunların hər birinin qısa sadə izahına. Çalışdığım qədər qısa danışacağam ki, çox sizi belə deyək, yormayım. Bir də emosional intellektdə çox təsir edən şey nədir? Ətraf mühitdir. Ətraf mühit dedikdə də burada şagirdlər, şagirdlərin digər şagird yoldaşları, müəllimlər, valideynlər və şagirdin ətrafında olan mühitdə digər şəxslərdir ki, bu şagirdin emosional intellektinə müsbət və yaxud da mənfi formada təsir edə bilər. Gələk indi 5 dənə belə deyək ki, komponentdir. Birinci komponent nədir? Birinci komponent özünü dərk komponentidir. Emosional intellektin özünü dərk komponentində olan şagird özünlə bağlı məlumatlıdır. Yəni harda əsəbləşdiyini bilir, niyə əsəbləşdiyini bilir, öz xüsusiyyətlərini bilir, öz hisslərindən xəbərdardır, öz hisslərinin nə olduğunu dərk eləyə bilir. Yəni burada ümumi olaraq dediyimiz emosional intellekt deyəndə hisslərlə bağlı, hisslərimizi dərk eləməklə bağlı intellektimizdən söhbət gedir. Və bunun da birinci komponenti insanın özünü dərk eləməyidir. Bəzən insan ola bilər ki, hər hansı bir hərəkətlər eləyir, amma bu hərəkətlərdən xəbərsizdir də, belə deyək, öz hərəkətlərinin nə məna gəldiyini başa düşmür. Yəni özünün hisslərini dərk eləyə bilmir. Yəni bu belə deyək də instinkt formasında hərəkətlər eləyir. Amma bir insan özünü dərk eləyəndə o insanın belə deyək, emosional intellektinin ilkin mərhələsi, ilkin komponenti formalaşanda o insanın mənəvi inkişafı da arta bilir. O insanın digər insanları da dərk eləməyi arta bilər. Emosional intellekti əgər belə deyək ki, birinci komponenti özünü dərk komponenti formalaşsa və Golemana görə emosional intellekt özünü dərk komponenti yüksək intuisiya və düzgün nəticə çıxarmaq qabiliyyətinə malik olmamız deməkdir. Yəni əgər biz düzgün nəticə çıxarda biliriksə, özümüzü dərk eləyə bilərik. Yəni səbəb-nəticə əlaqələrini qurmağı bacarırıqsa, elədiyimiz hərəkətlərin səbəblərinin nə olduğunu biliriksə, bu zaman özümüzü dərk eləyə bilərik. Və Golemanın dediyi əsas məqsəd odur ki, özünü dərkdə sən elədiyin hərəkətlərin səbəblərini biləsən və onların sonda nə nəticəyə gəldiyini biləsən. Əgər sən bunu bilirsənsə, deməli sən özünün hərəkətlərini dərk eləyirsən, yəni emosional zəkanın birinci komponenti formalaşıb və əgər sən özünün hərəkətlərini dərk eləməyə bacarırsansa, səndə mənəvi inkişaf daha yuxarı səviyyələrdə inkişaf eləyə bilər. Çünki sən özünü dərk eləyəndə hansı hərəkətə, hansı reaksiyanı verdiyini görə bilərsən. Burada nə oldu deməli? Özünü dərk komponentində, özünü dərk komponentində hisslərini dərk eləmək, hansı reaksiyalara, hansı hərəkətlərə, hansı məsələlərə, hansı reaksiyaları bildirdiyini anlamaqdır. Sadəcə olaraq özünlə bağlı, özünün hərəkətlərini dərk eləməyin, anlamağın olur nə? Özünü dərk. Bu belə, bu oldu birinci komponent. İkinci komponent nədir? İkinci komponent özünü idarə etmədir. Özünün hərəkətlərini dərk eləyən şəxs özünü idarə etməyə bacara bilən şəxsdir. Çünki bir insan ilkin formada əgər özünün hərəkətlərini dərk eləmirsə, o özünü idarə etməyi də bacara bilməz. Yox, əgər sən özünü dərk eləməyi bacarırsansa, emosional intellektin, emosional zəkanın birinci komponenti səndə formalaşıbsa, sən özünü idarə eləməyi də bacararsan. Hər hansı bir hadisə zamanı, hər hansı bir məsələ zamanı, məsələdə özünün hisslərini idarə eləyə biləcəksən. Burada qəzəb hissi də ola bilər idarə eləyəcəyin, sevinc hissini də ola bilər idarə eləməyin. Yəni əsas məsələ burada sənin belə deyək də, məsələ ilə hər hansı bir məsələyə baxış açından özünün hisslərini idarə eləməyindir. Yəni burada hər birini qısa-qısa danışmaq istəmirəm, yəni uzun-uzadı danışmaq istəmirəm. Çalışıram ki, yəni qısa izah eləyim. Sonda da ümumi olaraq bir dənə situasiya üstündən də çalışsam ümumidə sonda sizə bildiririm məsələnin nədən ibarət olduğunu. Üçüncü məsələ nədir? Emosional intellektin üçüncü belə deyək, komponenti motivasiyadır. Və motivasiya nədir? Motivasiya odur ki, işlər həmişə yaxşı getmir və işlər pis gedən vaxtı, çətin situasiyalarda sənin motivasiyan olmalıdır ki, həmin sonda qoyduğun məqsədə çata biləsən. Məsələn, deyək ki, siz hamınız imtahana hazırlaşırsınız. İmtahanda bütün mövzular asan gəlmir sizə və müəyyən müddətdən sonra siz belə deyək də həvəsdən düşmüş olursunuz. Bu həvəsdən düşmə zamanı siz özünüzü motivasiya eləməyə bacarmalısınız və motivasiyada sizdə iki şeydə formalaşır. Bir daxili motivasiya var, bir də ki, xarici motivasiya var. Xarici motivasiya nədir bəs? Daxili motivasiya nədir? Gəlin ilk ona baxaq. Daxili motivasiya sizin özünüzü motivasiya eləməyiniz. İçdən, öz beyninizdən sizin özünüzü həvəsləndirməyinizdir bir məsələyə.
Xarici motivasiya isə digər kənar ünsürlərdir. Deyək ki, mükafatdır, hər hansısa kimisə nəyisə təşviq eləməkdir, medallardır, pul mükafatlarıdır. Bu kimi motivasiyalar isə xarici motivasiyalar sayılır. Yəni insanın belə deyək, hər hansısa bir məsələyə sonda çatmaq üçün, sonda bir məqsədə çatmaq üçün onu motivasiya eləməlidir, öz-özünə motivasiya eləməlidir. Bu öz-özünə motivasiya da adlanır daxili motivasiya. Ona kənardan təsirlər isə, kənardan onu həvəsləndirmələr isə adlanır xarici motivasiya. Bu da emosional intellektin 3-cü mərhələsinə aid olan belə deyək, komponentdir. 3-cü komponentdir daha doğrusu. Gəldik 4-cü sosial məlumatlığa. Sosial məlumatlığın digər adı empatiyadır. Empatiya nədir? Empatiya bizim başqalarının hisslərini anlamağımızdır. Onların belə deyək, həm idraki hisslərini, idrak səviyyədən düşüncələrini anlamaq, həm də ki belə deyək, emosional vəziyyətlərini dərk eləməyimizdir, hisslərini dərk eləməyimizdir. Həm şəxsin düşüncələrini, həm də şəxsin emosional vəziyyətini anlamağımız adlanır nə? Adlanır empatiya. Bu emosional zəkanın 4-cü komponentidir və ən vacib komponentlərdən biri sayılır. Ona görə ki, biz insanları, digər insanları dərk eləmək üçün mütləq onların hərəkətlərinə fikir verməliyik ki, onların hərəkətlərinə baxaraq biz onların nə istədiklərini, hansı hisslər keçirdiklərini dərk eləyə bilək. Burada söhbət kimdən getdi? Söhbət başqalarının hisslərini dərk eləməkdən getdi. Yəni öz hisslərimizdən yox, başqalarının hisslərini dərk eləməkdən danışılır və bu zaman ilk növbədə sinif mühitində biz buzqıran strategiyalarından istifadə eləyərək şagirdlərə bir-birini tanış eləməliyik. Deyək ki, onların hər hansısa şəxsi məlumatlarını bir-birinə bölüşməsinə şərait yaratmalıyıq ki, bu zaman şagirdlər arasında empatiya hissi formalaşsın. Yəni onlar bir-birindən özəl deyək ki, fikirlərini bilirlərsə, onlara aid olan şəxsi düşüncələrini dərk eləyə bilirlərsə, eşidə bilirlərsə, digər insanları, bu zaman onların dərk eləmə qabiliyyətləri də olur, yəni onları anlamaq qabiliyyətləri də olur. Yəni onlarda empatiya hissi formalaşır başqalarına qarşı. Deməli, gəldik bu 4-cüdən sonra 5-ci komponentə. 5-ci komponent nədir? Münasibətlərin idarə olunmasıdır. Burada emosional intellektin son komponentidir 5-ci komponent. Burada sosial bacarıqlara malik olmağımızdan danışılır. Yəni başqa insanlarla kommunikasiya qurmaq, bu qeyri-verbal da ola bilər, yəni hərəkətlərlə, jestlərlə, mimikalarla da ola bilər, verbal da ola bilər, yəni danışıqla da ola bilər. Bundan əlavə başqalarını inandırmaq qabiliyyətimiz, liderlik qabiliyyətimiz də münasibətlərin idarə olunması komponentinə aiddir. Bu mərhələdə olan insan başqalarını manipulyasiya eləməyə bacarır. Yəni başqalarını belə deyək, öz təsiri altının dairəsinin altına sala bilir və liderlik eləmək qabiliyyəti olur. Münasibətlərin idarə olunması mərhələsində komponenti belə deyək, inkişaf edən şəxs emosional intellektin və burada öz emosiyalarından bu insan belə deyək, məlumatda olur deyə, başqalarının empatiya hissi ilə hisslərini başa düşə bilir deyə, onların idrak eləyə bilir. İdrak səviyyələrini belə deyək də, idraklarında, beyinlərində düşündüklərini dərk eləyə bilir deyə, bu insan münasibətləri çox rahat formada idarə eləyə bilir. Bu da münasibətlərin idarə olunmasına bağlı olan hissə. Sonra gəldik son digər hissəyə. Şagirdlərdə emosional intellekti necə formalaşdırmaq olar? Bunun üçün müəllim fasilitatorluq eləyə bilər, dəstəkləyici mühit yarada bilər, özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə strategiyalarından istifadə eləyər, metakognitiv düşüncəni dəstəkləyən fəaliyyətlər keçirdə bilər, refleksiya etməyinə imkan yarada bilər. Yəni, bu kimi fəaliyyətləri eləməklə biz emosional intellekti şagirdlərdə formalaşdıra bilərik. Bəs emosional intellekt kimə lazımdır? Emosional intellekt hər bir şəxsə lazımdır. Həm müəllimə, həm şagirdə, həm valideynə. Yəni, bu cəmiyyətdə olan hər bir şəxsə lazımdır emosional intellekt. Emosional intellektimizin də güclü olmağı, yüksək emosional intellektə sahib olmağımız da bizi açıq düşüncə tərzinə çevirir. Gördüyümüz kimi burada biz bir neçə nəzəriyyənin adını çəkdik. Burada Karl Dweck'in düşüncə nəzəriyyəsini, ondan sonra Lawrence Kohlberg'in mənəvi inkişaf nəzəriyyəsinin adını çəkdik ki, bu nəzəriyyələr də Daniel Goleman'ın emosional intellekt, emosional zəka nəzəriyyəsindən əlaqəlidir. Belə, bu mənim burada bununla bağlı deyəcəklərim. Çox uzatmaq istəmirəm, çünki yəni elə çətin də dərs deyil. Sadəcə olaraq insanın özünün hisslərini dərk eləməyindən, onu idarə eləməyindən, motivasiyasından, sonra sosial məlumatlıq empatiya hissindən və münasibətlərin idarə olunmasından ibarətdir. 5 dənə komponentdən ibarətdir bu nəzəriyyə, Daniel Goleman nəzəriyyəsi və dediyimiz kimi bu nəzəriyyəni Daniel Goleman düşünən zaman fikirləşib ki, yəni insanların hərəkətləri, birinin emosiyaları digərlərinə çox təsir eləyir və emosiyaların da birinin digərinə çox təsir eləməyi virus kimi yoluxucudur. Yəni bir insanın emosional vəziyyəti yaxşıdırsa, digərinə də çox yaxşı təsir eləyə bilir və emosional zəkanı Daniel Goleman rasional zəkadan daha üstün tutur bəzi məqamlarda. Deyək ki, emosional zəkası üstün olan insan daha yaxşı nəticələrə nail ola bilər.
Yəni kitabda bununla bağlı PDF-in özündə də misallar var. Ona da baxasınız təbii ki. Sadəcə olaraq, yəni burada misallarla izah eləməkdənsə də, yəni misallarla daha doğrusu izah eləməyi orada uzatmadım. Sadəcə olaraq qısa olaraq demək istədiyimiz odur ki, əgər bir insan, məsələn, misal üstündən deyək ki, əsəbləşdiyi zaman öz əsəbləşdiyini dərk eləməyi bacarırsa, məsələn, hər hansı bir hadisə olur, o niyə əsəbləşdiyini görə bilirsə, deməli bu özünü dərk eləyə bilir. Məsələn, deyək ki, bir insan əsəbləşən zaman çox əsəbləşsə də öz əsəblərini idarə edə bilir və cəmiyyət içərisində olduğu üçün deyək ki, səsini yüksəltmir, səsini qaldırmır, başqalarına hörmətsizlik eləmir. Bu zaman nə etmiş olur? O özünü idarə eləmiş olur. Deyək ki, motivasiya hissəsi nədir bəs? Deyək ki, hər hansı bir məsələ ilə bağlı onu əsəbləşdirirlər, həmin insan həvəsdən amma düşmür. Öz daxili motivasiyasına, deyək ki, və yaxud da xarici kənar motivasiyalara əsaslanaraq özünü motivasiya eləyir ki, həmin məsələni yenidən yerinə yetirməyə çalışsın. Deyək ki, miqlə bağlı o imtahana hazırlaşır. Deyək ki, onu hər hansısa bir insan əsəbləşdirir. Deyək ki, niyə miqə hazırlaşıb, nəyə lazımdır miq, onsuz da yer çıxartmırlar. Yəni gedib əziyyət çəkəsən. Yəni bu sənin motivasiyanı deyək ki, salırsa da, sən öz daxili motivasiyana əsaslanır və xarici kənar motivasiyalara əsaslanıb baxırsan ki, işləsəm yaxşı maaş alacağam, çoxlu pul qazanacağam. Yəni bunun kimi şeylərlə özünə motivasiya verirsənsə, deməli sən 3-cü komponenti reallaşdırmış olursan. 4-cü məsələ nədir? 4-cü məsələ başqalarının hisslərini dərk eləməkdir. Sən qarşındakı insanın emosiyalarını dərk eləyə bilirsən, idraki vəziyyətinin nə olduğunu, yəni idraki cəhətdən nə düşündüyünü görə bilirsənsə, bu sosial məlumatlıq empatiya hissinə aiddir. Deyək ki, sən müəllim yoldaşının və yaxud da ki, hazırlıq yoldaşının və yaxud da şagird yoldaşının emosiyalarını dərk eləyirsənsə, onun hansı hisslər keçirdiyini dərk eləyə bilirsənsə, özünü onun yerinə qoya bilirsənsə, deməli empatiya hissi duyursan. 5-ci hissəyə də deyək ki, münasibətlərin idarə olunmasında sən qrup işlərində aktivsən, daim liderlik eləməyə çalışırsan, daim başqalarını manipulyasiya eləməyə bacarırsan və onların qrup içərisində liderlik eləyərək yön göstərirsənsə, bu da sənin münasibətlərin idarə olunma mərhələsində olduğunu göstərir, emosional intellekt. Belə, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə də görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.